Albaniyada səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın ictimai televiziyasının sualını cavablandırıb. Azərbaycanlı jurnalistin sualları əslində rəsmi Bakının sülh sazişinin imzalanması üçün irəli sürdüyü son şərtləri özündə əks etdirib. Və suallarda əksini tapan məqamlar regionda davamlı sülhün perspektivləri baxımından Azərbaycan ictimaiyyətinin cavab tapmaq istədiyi məsələlərdir. Paşinyan isə cavabında həmişə olduğu kimi öz-özünü təksib edib. O deyib ki, Ermənistanda hələlik yeni konstitusiya layihəsi yoxdur. Mövcud konstitusiya isə sülh sazişinin imzalanmasına mane yaratmır. Belədirsə, yəni sülh sazişi mətnində tərəflərin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyasını problem olmaqdan çıxarırsa, onda Azərbaycanlıları qayıdış hüququ da problem yaratmamalıdır. Siyasi şərhçi İlyas Hüseynovu dinləyək. Albaniyanın paytaxtı Tirana şəhərində Avropa Siyasi İcmasının 6-cı zirvə toplantısında Ermənistanın baş naziri Nikol Paşinyan ictimai televiziya müsahibəsində bölgədəki sülh təhlükəsizlik prioritetləri və sülh müqaviləsinin imzalanmasının perspektivləri haqqında fikirlərini bölüşüb və bu fikirlər birmənalı qarşılanmır. Çünki həqiqətlərin təhrif olunması, səhv narrativlərin dövrəyə buraxılması, eləcə də ictimai rəyi çaşdırmaq meyilləri özünü göstərir. Çünki Ermənistanın konstitusiyasının dəyişdirilməsi siyasi gündəlikdədir. Və sanki Paşinyan çalışır ki, konstitusiyanı dəyişməsin, konstitusiyanın preambula hissəsində göstərilənlər gizlədilsin və revanş üçün elementlər qalsın. Bu tamamilə yol verilməzdir. Azərbaycan bunu qəbul etmir. Digər məsələ isə Minsk qrupunun buraxılması ilə bağlıdır. Bu barədə də kifayət qədər qəti şəkildə Azərbaycanın mövqeyi ifadə edilmişdir. Lakin Paşinyan elə düşünür ki, sülh müqaviləsinin imzalanması ilə yanaşı ATƏT-in katibliyinə müraciətlə iş bitir. Bu da nöqsanlıdır və qüsurlar özünü göstərməkdədir. Çünki ATƏT özü konsensus əsasında fəaliyyət göstərir. Üzv dövlətlərin rəyi burada önəmlidir. Və bu baxımdan elə digər dövlətlərlə danışıqlar, hazırda Bakı və İrəvan arasında danışıqların cari vəziyyəti, sülhə dair etimad və baxışlar sisteminin olması, revanşizmin aradan qaldırılması və eləcə də qətiyyətli, prinsipial siyasi iradənin ortaya qoyulması önəmlidir. Bütün bu keyfiyyətlər Ermənistan liderində yoxdur və hesab edirəm ki, bu keyfiyyətləri və məzmunu inkişaf etdirmək və dayanıqlı sülhə nail olmaq lazımdır.